Hər günə bir vlog seriyama xoş gəlmisiniz. Düzün desəm, bugün mən gün ərzində elədiyim şeyləri paylaşacaqdım. Amma editləyəndən sonra gördüm ki, bir gündə nələr yedim videosu olubdu. Səhərə özümə göbələkli omlet hazırlayaraq başlayıram. Burada hazırlama prosesini görürsünüz. Bu arada səhər dememe fikir vermeyin. Saat artıq 11'dir. Bugün yuxudan dəhşət dərəcədə gec oyanmışdım. Normalda göbələkli omlet eləyəndə həmişə qırılır, parçalanar. Bu səfər bütöv olduğu üçün çox sevindim həqiqətən. Bu arada gördüyünüz bu qırmızı güllər mənim dibçək gülümdür. Üstündən kəsib götürmüşəm. Olmazsa olmazımız yaşıl çayımız da səhər menümüzdən əksik olmasın. Bu yasəmənli yaşıl çaydır, dadını çox sevirəm. Üstünə də belə gül xətmi əlavə eləyirəm. Bir gün gözlərimi hansı şəhərdə açacağımı mənim şarpay dəstinə baxaraq görə bilərsiniz. Yerimi yığdıqdan sonra keçirəm üz baxımına. 3 dənə məhsul seçimi haqqım olsaydı, mütləq hyaluronik asid, nəmləndirici krem və dodaq balzamı seçərdim. Zehnimi boşaltmaq və kompüterdə görəcəyim işlərdə daha yaxşı fokuslanmaq üçün ilkin olaraq meditasiya edirəm. Təbii ki, moruq mürəbbəsi əksik olmur. Sonra hazırlaşıb çölə çıxıram. Biraz yürüyüş eləmək istəyirəm. Bugün hava çox qəşəng idi. Burada isə mama ilə birlikdə ev üçün alış-veriş edirəm. Burada mama bala pişiklər də var.